Bugün Göyçay rayonunun bir qəhrəman övladımızın 44 günlük vətən müharibəsində igid şəhidi Həmidov Rəhim Ehtiramoğlu'nun şəhadətinin 5-ci il dönümü münasibətilə anım mərasimi keçirilib. Mərasim Göyçay rayonunun Mırtı kənd qəbristanlığında şəhidimizin əziz xatirəsinə ehtiram olaraq onun məzarı önündə baş tutub. Tədbirdə Göyçay rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanının əməkdaşları, din xadimləri, ictimaiyyət təmsilçiləri, şəhid ailələri, məktəblər, kənd sakinləri və şəhidlə birgə ömür yolunu bölüşmüş doğmaları iştirak ediblər. Mərasim Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş bütün şəhidlərin ruhunun bir dəqiqəlıq sükutla yad edilməsi ilə başlayıb. Çıxış zamanı natiqlər Rəhim Həmidovun döyüş yolu, göstərdiyi fədəkarlıq və əsl vətənpərvər duruşundan söz açıblar. 9 fevral 1997-ci ildə Göyçay rayonunun Qaraxıdır kəndində dünyaya gələn Rəhim 29 sentyabr 2020-ci ildə vətən müharibəsinə qatılaraq Füzuli şəhərinin və ətraf kəndlərinin işğaldan azad olunması uğrunda gedən ağır döyüşlərdə iştirak edib. O bir sıra mühüm əməliyyatların uğurla həyata keçirilməsində xüsusi şücaət göstərib. Son döyüşünü isə Füzuli rayonunun Yuxarı Seyid Əhmədli kəndi istiqamətində keçirib və hücum əməliyyatı zamanı qəhrəmancasına şəhidlik zirvəsinə ucalıb. Nəşi 30 noyabr tarixdə ailəsinə təhvil verilərək doğulduğu Qaraxıdır kəndinə gətirilib, daha sonra isə Mırtı kənd qəbristanlığında torpağa tapşırılıb. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən vətənə sədaqəti, döyüşlərdə göstərdiyi igidlik və mərdliyə görə Rəhim Həmidov ölümündən sonra Xocavəndin azad olunmasına görə vətən uğrunda və Füzulinin azad olunmasına görə medalları ilə təltif olunub. Tədbir çərçivəsində məktəblər tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirilib, şəhidimizin məzarı ziyarət edilərək üzərinə gül dəstələr düzülüb. Ailə üzvləri Rəhimi vətənpərvər, ağıllı, zəhmətkeş, mərifətli, xeyirxah və el-obaya nümunə olan bir gənc kimi xatırlayır. Həmişə zarafatçıl, ədəb-ərkanlı, sülh sevən və kiminsə qəlbini qırmayan bir insan olub. Böyük arzuları, gələcəyə dair qurduğu planları var idi. Amma o vətən sevgisini hər şeydən üstün tutdu. Allah rəhmət eləsin. Rəhim Həmidovun ruhu şad, məkanı cənnət olsun. Etibar Bəşirov, Göyçay naminə.